Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün mən sizlərə əlavələr və həmcins üzvlər haqqında danışacağam. Əlavələr özündən əvvəl gələn üzvün, yəni nə olur? Özündən əvvəl gələn üzvün, həmçinin söz və ya söz birləşməsinin mənasını aydınlaşdıran, konkretləşdirən söz və yaxud söz birləşməsidir. Əlavələr aid olduğu üzvdən sonra gəlir. Həmin üzvün sintaktik funksiyasını daşıyır və ondan fasilə, yəni intonasiya ilə ayrılır. Məsələn, baxın, Bakıda, bizim paytaxtımızda Bakı, gördünüz, ondan sonra əlavə, ondan sonra gəldi. Bu nə olacaq? Zəfliyin əlavəsi. Yəni, ondan sonra gəldi, onun sintaktik funksiyası nədir? Zəflikdir. Deməli, bu zəfliyin əlavəsidir. Əskərin oğlu ilə görüşü ananı, kimi? Asyanı sevindirdi. Burada da ondan sonra gəldi və həmin belə deyək də sintaktik funksiyanı daşıdı. Tamamlıq idi deyənə bu tamamlığın əlavəsi hesab olundu. Yəni əlavədən danışanda deyirik ki, mübtədanın əlavəsi var. Yaşasın səadət o yaz səhəri. Yaşasın səadət. Nə yaşasın səadət? Səadət nədir? Yaz səhəri. Evin kiçik qızı kimdir bu kiçik qız? Gülzardır. Bura, hara, kəndin girişi. Bax, bu oldu bizim üçün mübtədanın əlavəsi. Xəbərin əlavəsi, sənin kimi rəncbənə əsl cəbhəsi buradır. Görürsünüz, dır burada ixtisarında burada olmalıdır, kənddir. Və yaxud da ki, Akifin evi kəndin başında idi. Kəndin başında idi. Bax, bunu gizlində saxlayın. Kəndin başında idi. Harda? Kəndin başında idi. Gölün yanında idi. Tamamlığın əlavəsi deyəndə tamamlığa sual verirsiniz. Qoy vətən torpağı öz hünəri ilə boğsun azğınları. Nəyi boğsun? Kimi boğsun? Azğınlar. O azğınlar, yəni kimdir? Tam aydınlaşdırır da bizə vətən xainləri. Yəni əlavə o deməkdir ki, həmin sözü bizim üçün daha da aydın, anlaşıqlı vəziyyətə gətirir. Məsəl üçün, ondan sonra deyir ki, lakin onlar gördüyü mənzərədən xalqın haqqı, ədalət tərəf durmadığından məmnun oldu. Nə etdi? Məmnun oldu. Nədən məmnun oldu? Nədən məmnun olub? Məmnun olması bizim üçün o mənzərədir. Yəni, xalqın haqqı, ədalətə tərəf durmağı olub. Təyin əlavəsi o indi dördüncü, yəni axırıncı məktub yazır. Şəhərdəki necə, yəni hansı, yəni necə demək, hansı mərkəzdəki bayram maraqlı idi. Zəfliyin əlavəsi qışın oğlan çağında, yanvarın 10-da şəhərə getdik, nə zaman və s. Ondan sonra birləşmələrin aslı tərəfinin əlavəsi var. İsmi birləşmənin də, feili birləşmənin də. İsmi birləşmədə deyir ki, məsələn, mən Nəzrin 11-ci sinif şagirdinin nəticəsi bizi qane etdi. Nə etdi? Bizi qane etdi? Kimi bizi? Nə? Fikir verirsiniz? Nəzrinin nəticəsi. Bu bir yerdədir də, belə deyək də, şagirdin nəticəsi. Bu hansı şagirddir? Bizə deyir, onun izahatını ver də. Həmin şagirdi 11-ci sinif şagirdi. Nəzrin kimdir? 11-ci sinif şagirdidir. Baxın, görürsünüz, onu bizə aydınlaşdırdı. Məsələn, deyir, oxumaq, ali təhsil almaq arzusu onu buraya gətirib. Ali təhsil almaq arzusu. Fikir verirsiniz, bu oxumaq, nədir bu oxumaq? Ali təhsil almaq arzusudur. Onu yəni bizə göstərir. Və yaxud feili birləşmənin əlavəsi deyəndə, bizə var yine burada faşizmin başı, bu da söz birləşməsidir. İlanın, yəni faşizmin başı. Görürsünüz, bu aslı tərəfini izah elədi. Və yaxud feili birləşmənin aslı tərəfi deyəndə, Əsmər xala onu burada Tamaranın evini gördükdə, dıqda, bu feili bağlamadır. Feili bağlama tərkibinin burada, harda? Tamaranın evində. Gördünüz, bax, bunu izah edir. Bizim tək çarəmiz onun müdürü gözləmək. Müdürü gözləmək, məsdər tərkibi, kimin müdürü, bax, onu bizə izah elədi. Xitabın əlavəsi varmı? Var, bəli. Elxan, əziz qardaşım, xitabdır və xitabdır bildiyiniz kimi suala cavab vermir. Ondan sonra əlavə ilə bağlı bəzi istisnalar var. Gəlin onlara baxaq. Deyir, əlavələr aid olduğu üzvdən əsasən tire ilə ayrılır, bəzən də vergüllə ayrılır. Yəni, həmişə tire ilə desə səhvdir, həmişə vergüllə desə səhvdir. Bəzən tire ilə, yəni əsasən tire ilə, bəzən də əlavə vergül qoyula bilər. Cümlə üzvü ilə onun əlavəsi arasında yəni bağlayıcısı işlənə bilər. Bu zaman bağlayıcıdan əvvəl nə olmalıdır? Vergül. Orada yəni yolun aşağısına çoxlağa çəkilir. Əlavə izah etdiyi cümlə üzvü ilə əsasən hala və şəxsə görə uyğunlaşır. Bəzən əlavə aid olduğu üzvlər şəxsə görə uyğunlaşmır. Bu zaman əlavənin hər iki tərəfində vergül qoyur. Məsələn, siz ölkəmizin gəncləri vətən naminə çox çalışmalısınız. Ölkəmizin gəncləri, siz ölkəmizin gəncləri. Fikir verin, bu xitabın əlavəsi olaraq, amma uyğun gəlməyəcək də bu başqadır, o başqadır. Mübtədanın əlavəsi aid olduğu üzvlərin yerini dəyişəndə təyinə çevrilə bilir.
Bax, əsas qaydalardan biri budur və düşən suallardan da biri. Məsələn, Arif Səfiyev idarənin müdiri yaxşı məruzə hazırlamış cümləsində 2 qoyulan, baba bu 2 qoyulan əlavə 2 ilə aid olduğu üzvü biri dəyişsə, treni atsa, idarənin müdiri Arif Səfiyev yaxşı məruzə hazırlamışdır cümləsi yaranacaq. 2022-ci ildə qəbul sualına düşüb bu sual. Təsəvvür edin. Əhməd Vəliyev qonşumuzun oğlu xaricdən gəlib. Qonşumuzun oğlu Əhməd Vəliyev xaricdən gəlib. Eyni məqam əksini də düşünmək mümkündür. Yəni təyin aid olduğu mübtədadan sonra işlənər və ondan əvvəl tirə işarəsi qoyularsa, cümlədə əlavə formalaşır. Məsələn, Günənin rəfiqəsi Tahirə təkrar atılan suallar xatırlatdı. Cümləsini dəyişirik. Günənin rəfiqəsi ismin birləşməsində Tahirə mübtədasının təyinidir. Yer dəyişmə etsə və tirə işarəsi əlavə eləsə, Tahirə, Günənin rəfiqəsi, təkrar atılan sonra xatırlat cümləsində Günənin rəfiqəsi ismi birləşmə, Tahirə isə mübtədanın əlavəsi olacaq. Yəni əsas diqqət olunan məqamlardan biri budur. Təyin və mübtəda münasibətində belə bir hal da mümkündür. Təyindən sonra tirə işarəsi işlətsə, artıq mübtəda əlavəyə təyin isə mübtədaya çevirir. Məsələn, Aynurun bacısı Lalə dərsləri yaxşı oxuyur. Fikir verirsiniz, Aynurun bacısı təyinindən sonra işarəsi işlətsək, Aynurun bacısı işlətdik, Aynurun bacısı treni işlətdik, Lalə dərsləri yaxşı oxuyur cümləsində alınacaq. Bu zaman əvvəlki cümlə təyin olan Aynurun bacısı ismi birləşmə mübtəda, əvvəlki cümlə mübtəda olan Lalə ismi əlavə olunacaq. Bəzi feili birləşmənin aslı tərəfinin əlavəsi ilə cümlə üzvünün əlavəsi qarışdırılır. Bu zaman diqqət eləmək lazımdır ki, əlavəsi olan söz cümlədə xəbərlə, xəbərlə, yoxsa feili birləşmə ilə məna və qrammatik cəhətdən əlaqədar. Məsələn, səhər günəş üfüq boylananda Musa kişi oyanır cümləsində səhər sözü cümlədə zəflikdir. Əlavə də zəfliyə aiddir, feili birləşməyə yox. Səhər günəş üfüqdən boylananda, səhər günəş üfüqdən boylanmışsa, çünki səhər sözü feili birləşməyə əlaqələnmiş kimi görünsə də, cümləni çatdırmaq istədiyi fikir səhər günəş üfüq boylananda deyil. Əgər belə olsaydı, o zaman tirə işarəsinə ehtiyac olmazdı. Tirə işarəsindən sonra bir qədər fasilə verib, yəni bağlı isə atılmalıdır. Bunu rahatca müəyyən eləmək olar. Bax, əsas diqqət olunan məqamdır ki, əlavəsi olan söz cümlədə xəbərlə yoxsa feili birləşməyə məna və qrammatik cəhətdə. Məsələn, səhər oyanardı. Səhər günəş üfüq boylananda Musa kişi oyanardı. Və yaxud da ki, deyir ki, bizim tək çarəmiz onu müdiri gözləməkdir cümləsi ilk baxışdan onun sözü tamamlıq kimi görünür. Bu zaman da yanlış olaraq əlavənin tamamlığa aid olduğu düşünülür. Belə hallarda sözün tərkibinə aid olub-olmadığı tapmaq üçün xəbərdən xəbər şəkilçisinin və ya hissəcikləri silib cümlənin mübtədasına yazırıq. Xəbərlə mübtədanın yerini dəyişirik. Onu müdiri gözləmək bizim tək çarəmizin şəklində yeni cümlə alındı. Artıq buradan yola çıxaraq biz əminliklə deyə bilərik ki, onu məsdərə tabedir. Müstəqil cümlə üzvü deyil. Məhz bu məqamda aydınlaşır ki, bizim tək çarəmiz onun müdiri gözləmək idi cümləsində. Onun sözü tamamlıq deyil, məsdərə tabedir. Bu əlavə məsdərin tərkibinin aslı tərəfinin əlavəsi hesab olunur. Bax, bu məqama çox diqqətlə yanaşmaq lazımdır. Akifin atası Vahid kişi məclisdə idi cümləsində əlavə söz birləşməsinə deyil, cümlə üzvünə, yəni mübtədaya aiddir. Məsələn, deyirik, Akifin atası Vahid kişi söz birləşməsinə deyil, cümlə üzvüdür. Kim? Vahid kimi kişi kim? Akifin atası. Əlavə təyin edici ola bilər. Həmin təyin edici söz müstəqil təyin kimi sintaktik təhlil olunmur. Məsələn, Cavad yeni müdir, bugün gəlməyib. Cavad yeni müdir hissəsi bütövlükdə mübtədadır. Burada da Azərbaycan dilində 8-ci sinifdə var. Yəni uşaqlar, əlavə belə qıraqdan baxanda biraz rahat dərsə görsənir, amma onun dərinlinə girməyiniz mütləq vacibdir. Sağ olun.